Hər kəsə salam. Bugün demensiya xəstəliyi haqqında danışmaq istərdim. Demensiya xəstəliyi xalq arasında Alzheimer xəstəliyi kimi də tanınır və bu daha çox 60 yaş üzəri şəxslərdə görülən bir durumdur. Təəssüf ki, günümüzdə bu xəstəliyi 50, 40, hətta 30 yaşların əvvəllərində də müşahidə edirik. Ancaq nədir demensiya? Demensiya beynin strukturunun pozulması nəticəsində həm beyin funksiyalarının, həm də bədən funksiyalarının get-gedə pozulması ilə özünü göstərən bir xəstəlikdir. İlk öncə bu, çox hallarda yaddaşsızlıqla başlayır. Təbii ki, demensiyanın müxtəlif növləri var və bu müxtəlif növlərdə də fərqli simptomlar ilk öncə təzahür edir. Ancaq çox yayğın simptomlarından biri də yaddaşsızlıqdır. Bu təbii ki, ilk başlarda sadə bir yaddaşsızlıq kimidir. Məsələn, səhər nə yediyini unutması və yaxud da bugün harda olduğunu unutması. Lakin irəliləyən yaşlarda bu yaddaşsızlıq daha qorxunc vəziyyət alır. Belə ki, bu şəxslər artıq hətta qidalanmanı unudurlar. Yəni su içməyi unudurlar, yemək yeməyi unudurlar. Su içmək, bəzən isə bu susuzluq və yaxud da aclıq duyğularını unudurlar ki, bu daha qorxuncudur. Bəs niyə belə olur? Bu ona görə olur ki, həmin beynin susuzluq mərkəzi və yaxud da aclıq mərkəzi deyilən hissələri var. Əgər bu proses həmin mərkəzlərdə də özünü təzahür göstərirsə, bu simptomlar üzə çıxır. Bəs nəyə görə qorxuludur? Çünki ümumiyyətlə demək istərdim ki, yaşlanma ilə əlaqədar olaraq bir çox orqanlar öz funksiyalarını get-gedə itirir və eyni zamanda öz formalarını da get-gedə itirməyə başlayırlar. Yəni belə deyək ki, nəinki bizim dərimiz, həmçinin daxili orqanlarımız da qocalma prosesi yaşayır. Eləcə də beynimiz, beyində də qocalma prosesi başlayır və beynin həcmi get-gedə yaş artdıqca kiçilir. Və digər tərəfdən beynin üzərində qırışlar var ki, qıvrımlar var ki, hansı ki bunlar həyati vacibdir. Belə bir fikir məlumdur ki, tibbə, əgər beyində yetəri qədər bu qırışlar, nə qədər beyində qırışlar çox olarsa, qıvrımları qəşəng, belə deyək, qabarıq, bir-birinə keçmiş, bir-birlə əlaqəli olarsa, o beyin də daha yaxşı funksiya göstərir. Və müəyyən edilib ki, müəyyən müayinələrdə, məsələn, MRT müayinəsində, hansı ki, bu demensiyadan şübhə olan xəstələrdə aparılan MRT müayinələrində görülmüşdür ki, həm beyin həcmi kiçilir, həm də ki, bu qırışlar get-gedə hamarlaşmağa başlayır və sayları da azalır. Ki, bu artıq xəstəliyin başlandığının həm orqan struktur səviyyəsində, həm də klinik olaraq özünü göstərdiyinin bir sübutudur. Bəs o zaman susuzluq niyə görə vacibdir? Əgər orqanizm, eyni zamanda beyin kütləsi yaşlandıqca öz funksiyasını və öz həcmini get-gedə itirməyə başlayırsa, bunun da üstünə yetəri qədər su içməmək gələrsə, bu şəxslərdə, bu xəstəlikdən əziyyət çəkən şəxslərdə dəqiqələr içində, saatlar içində ani bir əhval-ruhiyyə dəyişikliyi, ani bir konsentrasiya dəyişikliyi, orientasiya dəyişikliyi özünü göstərir. Bu nə deməkdir? Xəstə bir anda ya da bu şəxs evdə oturduğu yerdə bir anda saatlar içində unudur ki, hardadır, kimdir, ətrafındakı kimdir və yaxud da olmayan şeylər görməyə başlayır, realda orada eşidilməyən səslər eşitməyə başlayır ki, biz bunlara tibbdə halüsinasiya deyirik və bu proseslər özünü göstərir, bu simptomlar özünü göstərir və bu çox təhlükəli hala gəlib çıxa bilər. Belə ki, həmin şəxslər aqressivləşə bilirlər və ətrafında nəinki sözlə, acı sözlərlə, həmçinin belə deyək, əl-ayaq hərəkətləri ilə də ətrafındakı şəxslərə zərər yetirməyə başlayırlar. Ümumiyyətlə onlar dərk eləmirlər ki, nə baş verir, hardadılar, kimdirlər, qarşılarındakı kimdir. Bu çox maraqlı bir şeydir. Çünki beyni o qədər mistikdir ki, beynin o qədər şeyi bugün tibbə məlum deyil ki, və belə bir adi susuzluğun belə yaşlı şəxslərdə bu cür təsirlərə gətirib çıxarması, bu cür dramatik vəziyyətlərə gətirib çıxarması həqiqətən də çox maraqlı və çox mistikdir. Buna görə susuzluğun itirilməsi, susuzluq hissinin getməsi bu yaşlı xəstələrdə həyati vacib ola bilir. Və yaxud da bu özünü hər zaman aqressiya ilə, sərt, belə deyək, davranışla göstərmir. Bəzən isə bu tamamilə süslüklə özünü göstərir. Bu şəxslər yatırlar, komaya girirlər, oyanmırlar, ayılmır. Buna görə də çox vacibdir ki, yaşlı şəxslər yetəri miqdarda su alsınlar. Ümumiyyətlə, hər kəs üçün bu vacibdir. İnsan orqanizminin 60% belə təqribi götürsək sudan ibarətdirsə,
hər gün lazımi qədər su almaq nə qədər önəmlidir. Özünü, yəni buradan hesablamaq, buradan düşünmək olar. Bu deməkdir ki, bizim bütün orqanlarımız, bütün hər şeyimiz suyun bədəndə yetərli miqdarda olması ilə əlaqədardır. Bizim bir şəxs kimi, varlıq kimi həyatda öz varlığımızı davam etdirməyimiz üçün su önəmlidir, xüsusilə də yaşlılarda. Digər tərəfdən isə aclıq hissinin itməsi. Bəzən onlar yemək yeməyi unudurlar, bəzən isə birdəfəlik aclıq hissi unudulur. Və bu ilk başlarda özünü çəki azlığı ilə göstərir, ancaq uzun müddət davam edərsə və bu şəxs xüsusilə də tək yaşayan bir şəxsdirsə və yaxud da yetəri qədər diqqət görməyən bir şəxsdirsə, bədənə, orqanizmə daxil olan qida maddələrinin, faydalı maddələrin zamanla azalması nəticəsində müxtəlif avitaminozlar, vitamin çatışmazlığına bağlı olaraq problemlər, immun sisteminin zəifləməsi özünü göstərə bilər. Buna görə də bu demensiya xəstəliyindəki unutqanlıq sadə, bəsit unutqanlıq deyil və çox ciddiyə alınması gerəkən bir durumdur. Əgər sizin də ətrafınızda belə şəxslər varsa, məsələn, ana, ata və yaxud da nənə, baba bu durumdan fərqindəsiniz ki, belə bir şeylər, belə bir yaddaşsızlıq formalaşdırmağa başlayıblar, lütfən onların qidalanmasına, su içməyinə, yemək yeməyinə siz də nəzarət edin. Əgər istəməsələr belə təklif edin. Yadlarına düşməsə də götürün bir stəkan su gün ərzində dəfələrlə təklif edin. Bu çox-çox önəmlidir. Digər tərəfdən demensiya xəstələrində psixiatrik problemlər ortaya çıxır. Bizim beynimiz az öncə də dediyim kimi çox maraqlı, çox gözəl bir orqandır. Və beyin demək olar ki, insanın bütün həyati fəaliyyətlərinə nəzarət eləyir. Və beynin belə deyək, bu xəstəliyə düçar olan nahiyəsindən asılı olaraq bu şəxslərdə fərqli problemlər çıxır. Və bəzən heç də ilk simptom aqressiya olmur. İlk simptom şəxsiyyətin pozulması olur. Məsələn, bugünə qədər çox mehriban, çox yola gedən bir insan qəfil aqressiv, söyüşlər söyən, təhqirlər edən, yaxud da bəzən kimisə hirsləndiyində incidən, verbal olaraq da, əlli ilə də həmçinin məsələn, vuran bir insana çevrilir. Yəni, çox kobud bir insana çevrilir. İnsanlar bunu başa düşmürlər ki, niyə görə də? Aha, biz ad qoyuruq ki, pis insan oldu falan filan. Amma yox, bu bəzən bəzi durumlarda demensiya xəstəliyi ilə direkt əlaqəlidir ki, bu şəxslərdə artıq beynin strukturu çoxdan pozulmağa başlayıb və indi isə özünü simptomlarını göstərən bir mərhələsindədir. Təbii ki, hər beyin strukturunun pozulmağa başladığı gündən demensiya inkişaf eləmir. Bəzən demensiyanın, yəni klinik olaraq bu Alzheimerin üzə çıxmasından çox uzun illər əvvəl artıq beyin strukturu öz formasını itirməyə başlamışdır deməkdir. Buna görə də əgər sizin ailənizdə qəfildən pozğunluğu, yəni davranış pozğunluğu inkişaf etdirən şəxslər varsa, bu durumu sadəcə bu pis insan olduğu kimi bəsitə endirgəməyin. Bu durum həqiqətən də hər hansısa bir arxada yatan xəstəliyin öncül siqnalı ola bilər. Dediyim kimi, demensiya sadəcə bəsit bir unutqanlıq deyil. Bu, həm bu xəstəlikdən əziyyət çəkən şəxslərin, həm də ailə üzvlərinin çox problemlərinə səbəb olan bir durumdur. Bir tərəfdən həmin şəxs normal həyatı artıq normal kimi qavraya bilmir, zamanla həyati funksiyalarını itirir və bu şəxslərdə həmçinin ölüm səbəbi də çox zaman ağciyər iltihabıdır. Ağciyər iltihabının isə səbəbi get-gedə irəliləyən zamanda bu şəxslərin udma problemləri inkişaf elətdirməsindəndir. Yəni, udma əzəliləri artıq müəyyən formada öz funksiyasını itirir. Bu şəxslər normal onlara təklif edilən suyu, qida maddəsini uda bilmirlər və bu qida maddələri də belə deyək ki, tənəffüs yollarına sıçraya bilər və bu da gətirib ağır ağciyər iltihabı və nəticədə ölüm nəticələnə bilər. Çünki onsuz da orqanizm çox zəifdir və belə bir ağciyər iltihabını da artıq qaldırmayacaq durumda olur. Və demensiya xəstələrində ən çox görülən ölüm səbəbi də budur. Bugünlük, indilik bu qədər. İrəliyən zamanda daha ətraflı məlumatlar verməyə verəcəm. İzlədiyiniz üçün təşəkkürlər.